Salam dostlar, necəsiz? İnşallah ki yaxşısınız. Yeni bir video ilə gəldim Bakı gəzintimizlə, qardaşımla, gəlinimizlə, özümüz, uşaqlar, ailəvi çıxmışıq Bakımızı gəzməyə. Nigahımız da var idi bugün. Onu qeyd eləməyə çıxmışıq. Burada tələsə-tələsə qaçıb Targov sentrdən çıxırıq, yeyib içib. Çünki gəmiyə bilet almışıq. Biletin vaxtına 10 dəqiqə qalıb. Ona görə qaça-qaça çıxırıq ki, ora çataq. Burada bu moldaydık. Burada yemek yedik. İndi. Sizin biletler üstünüzdedir. Qardaşımla gəlinimiz qırmızı bilet alıblar. Biz mavi rəngdə. Biz aşağıda dayanmaq istədik. 2-ci mərtəbə və 1-ci mərtəbədə. Onlar yuxarıya qalxmaq istədilər. Ona görə biletlərimizi belə aldıq. Bura gedək bəlkə kənarda. Gəl. 2-2. Hadi ya dəyişər yerimizi. Qəşəng kənardan oturalım. Hayat baha, ömür baha, gün baha. İnsafa gel bestik. Мам, а кто друг друга Холодно нашел? тебе? Наскорее нашла или дядя нашел ее? Ну они сюда не придут. Мама, они не придут сюда. Ha, da idul. Burada Nuray mənə sual verdi rus dilindəki. Birinci nasbəri daimi tapıb, yoxsa daim nasbərini? Mən də deyirəm ki, dayı nasbərini sevib, sonra da nasbəri dayını sevib. Yordu beni, uzak yollar yoruldum. Yordu beni, uzak yollar yoruldum. Yordu beni, uzak yollar yoruldum. İndi 2-ci mərtəbədən düşürəm 1-ci mərtəbəyə. Sonra qardaşımla gəlinimiz də gəldilər aşağıya. Hamımız aşağıdan dənizi seyr eləməyə başladıq. Çünki burası daha maraqlı oldu bizə. Baş açmadım bu dünyanın işinden. Oxurumu ne gözleyir göresen. Ne kazandım ne tapdım ben bilmirəm. Dünya menden ne isteyir göresen. Bir tufanda dolu ısınmış bu dağım. Korun korun şölelenen ocağım. Tellerine dokunmamış arabam. Dünya menden ne isteyir göresen. Bir tufanda dolu ısınmış bu dağım. Korun korun şölelenen ocağım. Tellerine dokunmamış tarağım. Dünya menden ne isteyir göresen. Mübariz de bu dünyaya ne diyeyim. Salıp seni kemendine hemen neyim. Hiç olmazsa özüm bir yol bileydim. Dünya menden ne isteyir göresen. Bir tufanda dolu ısınmış bu dağım. Korun korun şölelenen ocağım.
Yox, turbuçka ilə. Buradan iç belə. Gəl. Gəl həkçidir. Вот он, горят. Səmənimiz. Мам, там стреляешь, потом получаешь игрушку, если Da, тебя иди туда. Иди туда. Necə ki Moskvada yolkanı biz nə qədər yığışdırmamışdılarsa, burada da Novruz bayramı bitib, amma ki səməni hələ də qalır. Uşaqlar o işıqlı şardan istədilər, dayıları da aldı və hər zamanki kimi evə çatana qədər o şarlardan əsər əlamət qalmadı. Sabah Moskvaya uçuram. Həqiqətən də darıxmaq hissi gəlib. Səsim də tutulub. Əvvəllər əslində belə olmurdum. Son bu ikinci qayıdışımdır ki Moskvaya. Bakıdan ötürü darıxıram. Keçən dəfə də belə olmuşdum. İndi də Bakının hər qarşısını çəkirəm, bilmirəm, darıxmaq hissi gəlir mənə. Gəzə-gəzə gəldik, çıxdıq prezident aparatının qarşısına. Buradan da keçirik Nazirlər Kabinetinin qarşısına, Zabitlər bağına. Yavaş-yavaş gedirik, bilmirəm hara kimi, amma gəzə-gəzə gedirik. Hə, bura haraydı dedin? Zabitlər Park. Hə, gəzə-gəzə gəldik, çıxdıq Çəmbərəkənd parkına. Bilmirəm adını düz dedim ya yox, amma çox qəşəng idi. Kaş ki bura gündüz gələ bilərdi, vaxt olmadı. Hə, hacı. Yo, heç istəmirəm, sağ ol. Doyunca yemişik də də. Kafede şeyler. Cənnətdir, cənnət. Rəşad müəllim yenə də bizə kofe alır. Hətta bu parkdaydıq. Çəmbərəkənd parkı. Çok qəşəng. Aya baxın, ay çıxıb orada. Dedik ki, gəzintimizi atraksiyonlarla yekunlaşdıraq, uşaqlar da əylənsin. Uşaqlarla birgə böyüklər də əylənsin, sonra gedək evə.
Mən ancaq Ruslan bir dəqiqə maşına qoysun, maşını da sürər, təsəvvür edirsən. O qədər iqrazada oynayır maşını, maşın manyakda. Bütün yol hərəkəti qaydaları mənə öyrədir. Bir-birinə böyle. Deməli, neyniyim ki, çəkirəm də qızım. Без фонарика вот это. Fanatik düşmür axı. Да у нас тут назад посмотри. Hə, işığımız da var. Burada sağollaşırıq. Yaxşı, salamlar, sağ ollar. Bundan da videomuzu sonlandırırıq. Bakı gəzintimizi. Neyim Nuray? Şimdi biz ama Moskvada 2 aydan sonra bakacağız. Biz inşallah bunun davamı Moskvada davam edərik. Qismət olsun. Hə, İnşallah. Hə? Nazım məşhur oldu YouTube'da. YouTube'da məşhur olacaq. Kanalıma abone olabilirsiniz. Mənim kanalıma abunə olmağı unutmayın. Bəli. Bəli, Qulya Ahmedova, Nasbəri Aslanova, Cabbarlı kanallarımıza abunə ola bilərsiniz. Şarkı belə ilə mənim qardaşımın sütürsün. Yani belə. Məşhur Pabedanın dar adamı. Bu Moskva gəzintimizin davamı idi. Bunun da davamı təzədən Moskvada olacaq. Böyle başqa ölkələrdə ola bilər. Sağ ol aşağı. Sağ olun, sağ olun. 1, 2, Sağ olun. Hə, gün gəldi, yetişdi. Aprel ayının 3-üdür. Biz Moskvaya qaydırıq. Gəlinimizlə qardaşım gəliblər bizi yola salmağa. Həqiqətən görüşmək asandır. Ayrılmaq çox çətindir. Ben doğdum, pay verildi gariplik. Kismetime yazılmadı bir birlik. Bir çay kimi aktıkça hey duruldum. Yordu beni uzak yollar, yoruldum. Çiçek kimi ben baharda açmaqdan, Gözlüyündə. güneş gibi şəfəqimi saçmaqdan, mən eşqimin arxasıca qaçmaqdan, yollar kimi gülüm axı vuruldum. Yordu məni uzaq yollar, yoruldum. Ümidlərim hey dikildi. Hə, beləcə 2 həftəlik vətən səfərimiz sona çatdı. Samolyotumuzun təkərləri vətən torpağından ayrıldı və gəldik, çatdıq Moskvaya. Вот рядом с нашим домом, там уже все, и там нету снега. Ну, Aeroportdan çıxdıq, taksi ilə gedirik evimizə. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah bundan sonra gözəl videolarda görüşmək ümidi ilə çox sağ olun.